Videonun başlığından göründüyü kimi, həyat hər zaman istək və arzularımızı qarşılamır. Bəzən də heç bir zaman qarşılamır. Uşaq vaxtı daha çox arzu, xəyalım olur. Onları əldə etmək daha mümkün görünür. Ancaq böyüdükcə görürsən ki, nə Şaxta baba var, nə Tom o qədər haqsızdır, nə də çatan hamının atasını döyə bilir. Sosial şəbəkə motivasiya videolarında kimi hamıdan fərqli, hamıdan özəl olmadığının fərqinə varsan. Sürüdən ayrılan yox, elə sürünün içində olan pinqvin olduğunun acı reallığı ilə qarşılaşırsan. Ayrılmaq istəsən də, bəlkə ola pinqvin kimi öləcəyini düşünürsən. Və necə deyirlər, əgər tapırsansa sabah 9, axşam 6 işləyirsən. Günlər daha sürətlə keçir, elə bu sırada yenə Insta, TikTok motivasiya videoları qarşına çıxır. Hətta belə başlıqları da qoyurlar. Money comes back, but I will never be 20 again filan. 20 yaşlardasan, həyatını yaşa, istədiyini et və s. deyirlər. Amma həyatın reallıqlarını nəzərə almırlar. Təbii ki, çox insan gəzmək, əylənmək, necə deyirlər, gününü gün etmək, yaşamaq istəyir. Amma gəl gör ki, bəzi insanlar maddi, bəziləri mənəvi və digər səbəblərdən istədikləri həyatı yaşaya bilmirlər. Necə deyib şair, arzular qurban kəsirəm anama. Və sən bu reallıqla qarşılaşırsan. 20-30'lu, artıq hansı yaşdasansa, illərin getdiyinin fərqinə varırsan. Gəzmək falan istəyirsən təbii ki, yeni yerlər görmək istəyirsən. Gəl gör ki, bacarmırsan və bu səni daha da çox incidir. Həm zaman gedir, həm də ki, sən yerində sayırsan. Bəlkə də lağ etdiyin, məzələndiyin, insanlar indi səndən daha yaxşı yerlərə gəlir. Öz sayəsində ya da başqa şərtlərlə. Artıq bunun önəmi qalmır. Ya da uşaq vaxtı arzusunu qurduğun peşəyə yayələnirsən, istədiyin universiteti bitirirsən. Amma ya iş tapa bilmirsən, ya da kökünoda serialda olduğu kimi olmadığının fərqinə varırsan. Bunu anlayırsan. Bəlkə də Martin Eden kimi hər şeyə çatırsan. Həm sevdiyin qız sənə geri dönür, həm şöhrətin, həm də ki, istəmədiyin qədər pulun olur. İstədiyin peşənin sahibi olursan, amma sənə boş gəlir. Ancaq düşünürəm, hər bir halda heç bir şey əldə etmədən intihar etməkdənsə, arzularını reallaşdıqdan sonra Martin Eden kimi boşluğa düşmək yenə daha da yaxşıdır. Və nəticədə bütün bunları görüb, çox vəziyyət çəksən də, işləsən də, istədiyin arxasınca getsən də, istədiyinin olmama ehtimalının olduğu reallığının fərqinə varırsan. Və necə deyib şair, başa düşürsən ki, sadəcə həyatdır və sən sadəcə bəzən deyirsən. Özür dilerim ama tek sorum var sana. Neden, 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 neden?